Salam əziz şagirdlər, mən istəyirəm ki, bu videomda sizə düşüncə fərqi olan mətni sizin üçün izahını verim. Gəlin çox vaxt getmədən başlayaq. Bir gün 3 nəfər fəhlə gərgin zəhmətlə daş yonurdu. Yanlarından keçən yolçu onların birindən soruşur: "Nə işlə məşğulsan?" O alnının tərini silərək cavab verir: "Zülm çəkirəm qardaş, zülm." Yolçu ikinciyə yaxınlaşıb eyni sualı da verir: "Bəs sən nə edirsən?" O qollarını çırmayaraq işgüzar bir tərzdə cavab verir: Tapşırılan işi yerinə yetirirəm." Yolçu bu dəfə üçüncüdən soruşur: "Bəs sən nə edirsən?" O işini görə ancaq başını azca qaldırıb kişiyə baxır və gülümsəyərək cavab verir: "Mən məktəb tikirəm qardaş." Yolçu təəccüblənir. Çünki hər üç fəhlə eyni işi görsə də cavabları fərqli idi. Bir az düşünüb öz-özünə deyir: "O insan mənalı ömür yaşayır ki, burada nöqtələr verib də qalanını. Yəqin ki, düşünürəm ki, bu nöqtələrlə bağlı bizə sual verəcək." Elə birinci sual da bununla bağlıdır. Oxuyaq. Sonuncu abzasdakı nöqtələrin yerinə hansı cümlə yazmaq olmaz? Baxıram, o insan mənalı yaşayır ki, baxıram, onun yüksək amalları, hədəfləri olsun. Yaza bilərəm. Gördüyü işin əhəmiyyətini anlasın və ondan zövq alsın. Ola bilər, bu uyğun gəlsin. Həyatda böyük məqsədlərlə yaşasın, uyğun gəlir. Ancaq özünü düşünsün, başqalarını heç düşünməsin. Xeyr, bu uyğun gəlmir. Yəni burada əgər o insanı tərifləmək istəyirsə şərtdə, fikir verəm ki, intonasiyası bunu tərifləməyə doğru gedirsə, burada bu mənfi xüsusiyyətdir. Bu necə ola bilər axı? Olacaq burada D variantı. Variantlara baxaq. Mahiyyətinin dərindən dərk etdiyi işləri görsün. Bu da doğru ola bilər, amma bizdən mənfi olan variantı istəyir, D variantı da. Keçək 2. Mətnin birinci cümləsində söz düzəltmədir deyə məndən soruşur. Baxaram, bir gün burada birinci cümləsində olan söz bu sözdür. Baxıram, düzəltmələrə baxıram. 1. Sadədir. Gün sadədir. 3. Sadədir. Nəfər sadədir. Fəhlə sadədir. Gərgin. Sən gərilirsən ki, gərginləşirsən. Zəhmətlə. Zəhmət görsən ki, zəhmətlə eləyirsən işi. Daş sadədir. Yonurdu. Yon deyə yoxdur. Yonurdu. Bir də yonurdu da olacaq qrammatik. Burada düzəltmə olan 1, 2. Cəmi 2 dənə söz var. O da olur B variantında. 2B. 3. Tünd qara hərflə verilmiş neçə sözün yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Tünd qara verilmiş hərflə verilmiş sözlər deyir, 2 fərqli məqam var. Bu sözlər yanlarından silərək, sırmayalaraq üçündən sözləridir və bunların gəlin biz yazılışı və deyilişlərini bura yazın və tələffüz formalarına baxaq. Həmin bu sözləri bura qeyd elədim. Baxın, deyir, 2 fərqli məqam olanlar sözlər elədim. Gəlin bunların tələffüzlərinə baxaq. Yanlarından sözündə olacaq. Yanlarından. Burada nə olacaq? Yanlarından şəklində tələffüz olunacaq. Silərək. Silərək olacaq. Çırmayalaraq. Çırmalayaraq. Üçüncüdən. Burada da olduğu kimi qalır. Baxın, yanlarından sözündə l-nı ilə əvəz edim. Yanlarından 2 dənə tələffüz fərqi var. Silərək 2-ni x elədim. Bir dənə fərqli məqam sayılır. Çırmalayaraq. Çırmalayaraq. Burada da 2 dənə fərqli məqam var. 3-ün
Sözcüdən. Burada da fərqli məqam sayı elə 0 dənədir. Burada mənə fərqli məqam olan 2 dənə soruşur. 2 dənə mən fərqli saydığım bir yanlarından sözlü, bir də sırmalayaq sözünü silərək olmur, üçüncüdən olmur. Yəni 2 dənə sözdür. Burada da olacaq. Üçüncü sualda 2 dənə tapıma görə B variantı, C, E, A, D variantları uyğun gəlməz. 4. Mətnə əsasən uyğunluğunu müəyyən etdin. Doğrudur. Birinci fəhlə tapşırılan işləri yerinə yetirdiyini deyir. Birinci fəhlə tapşırılan işləri yerinə yetirdiğini deyir. Burada deyir ki, birinci fəhlə tapşırıq işləri yetirilir. Xeyr, birinci fəhlə qədər zülüm burada yanlış cavabdır. Mən doğru seçməliyim. Nəyə görə yanlışdır? Çünki birinci fəhlə orada ən çox bələdiyindəkisə nə qədər zülüm çəkdiyini deyirdi. Bir yanlışdır. Üçüncü fəhlə məktəb tikdiyini deyir. Bəli, doğruydu. Bunu götürürəm. Birinci fəhlə zülüm çəkdiyini deyir. Doğru fikirdir, amma mən yanlış olan variant lazımdır deyə 3'ü götürmürəm. 3 fəhlənin üçündə fərqli bir iş görürlər. Xeyr, bu yanlışdır. Yanlışdır. İkincisini mən 4'ü götürürəm. 2 ilə 4-cü cavab. Olacaq C variantı. Dörd olur C. 5. Qarşısında romb qoyulmuş, işarəsi qoyulmuş söz aşağıdakilərdən hansı qrupuna aiddir? Romb qoyulmuş söz. O qolların sözünə baxaq. Qollarını. Qollarını şəklində olacaq. Baxıram, sözün kökünü götürürdüm leksik deyəndə. Baxın, qollarını ola bilməz, qol götürməliyəm. Buradan qol olanda qol da baxıram. Hansı iki hissəsinə aiddir? Yəni, hansı iki hissəsini düz sayın? Leksik olaq necədir? Qol sözü həm omonimdir, həm çoxmənalı aiddir. Necə? Qol sözü omonim mənalar belə olacaq. Bir var insanın qolu. Biri var çəkdiyimiz imza qolun adı mənasında. Biri də var ki, futbolda qapıya atılan o xalın yəni adı qol. Burada 3 mənada işlətdim. Bu oldu omonimlər mənasında. Omonimlərə. Baxın, çox mənalı kimdə? Qapının, insanın qolu həqiqi məna, qapının qolu məcazi məna çox mənalı kimi işlədirəm. Ona görə 5 də olacaq A variantı. Antonimi yoxdur. Omonimi var ya, sadəcə çox mənalı mənası da var da. Onun üçün çıxdı, çox mənalı sözdür. Amma omonim mənası da var, arxaizmə də aid deyil. Arxaizmə deyil heç. Düşüncə fərqinə aid olan mətn hissəsi bu qədər oldu. Əgər bu video sizə faydalı olursa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videolardan faydalana bilsinlər.